hər şeyi də maddiləşdirmək, fizikiləşdirmək doğru deyil. Yəni bu Qur'anın, İslamın ümumiyyətlə mənəvi tərəflərini gizlətmək və danmaq deməkdir. Yalnız İslam sanki bir dietanı insanlara tövsiyə edir ki, elə az qalın bu kifayət edir. Orucun mənəvi tərəfindən bəzən insanları yayındırırlar. Ramazanın mənəvi tərəfindən yayındırırlar. Ramazan təkcə oruçluq ayı deyil, təkcə az qalmaq ayı deyil. Bəlkə yaxşılıq, səxavət və mərhəmət ayıdır ki, onun içində bir əmrdə oruç tutmaqdır. Burada digər əmrləri kənara atıb, digər fəzilətli işləri kənara qoyub, yalnız oruca diqqəti yönəltmək, bu da yanlış bir məsələdir. Ramazan ayında təbii ki, oruç tutmayan insanlar elə bir yaxşılıqlar edə bilərlər ki, oruç tutan insanlardan daha çox savab qazanmış olarlar, daha çox fəzilət sahibi olmuş olarlar. Ona görə imkan daxilində, xüsusilə imkanlı adamlar, kasıb insanlara əl tutmalıdır. Oruç tutsalar da, tutmasalar da belə. Fitrə verərkən də burada manat güdmək lazım deyil, rəqəm gözləmək lazım deyil. Bəzən elan edirlər 10 manat, 15 manat. Bu doğru deyil. Ümumiyyətlə, dində, ibadətdə rəqəm göstərmək, bunu ticarətə bənzətmək, bu da yanlış bir məsələdir. İslam ibadətlər ticarət deyil. Burada səxavət, mərhəmət əsas rol oynamalıdır ki, səxavətin, mərhəmətin sərhəddi yoxdur. İmkanı olan adamlar imkanları qədər, kifayət qədər insanlara yardım etməlidir. İmam Həsən və İmam Hüseyin əleyhissalam dəfələrlə öz var dövlətinin yarısını və elə vaxtlar olub ki, hamısını bütün kasıblara, insanlara paylayıblar. Aşkar və gizli şəkildə paylayıblar. İmam Zeynalabdin əleyhissalam vəfat edərkən onun kürəyindəki kəndir yaralarından insanlar bildi ki, gecələr onun insanların qapısına kisələrdə gətirib yardım, ərzaq qoyan adam kim imiş? Yəni, bu cür məsələlərdir İslamın ruhu, İslamın mahiyyəti.